Mən sizə bir şey deyim də. Bəli. Bu Sovet dövlətini tərifləmək deyil. Mən də tərifli cəhətləri çoxdur. Mən başqası olsa mən oxuya bilməzdim. Başqa dövlət. Təhsili də orada o dövrdə. Təhsili bəli qüvvətlidir. Amma müəyyən qədər verirdi də oradan anı verir. Gərək özün çabalaya çıxasın ortalığa. Amma o yaxşıdır da, özün cəhd eləməyə yaxşıdır. Bəli, özün. O yüzden bunlar hamısı öyrənib o vaxtın adamları kimsə yuxarıdan əmr gəlsin. Sağa dön, dönəcək. Sola dön, belə olmur axı. Özün əmr verməsin. Sən baxırsan, bax, bir Yaponiyada bir kişi, 102 yaşı var. 50 yaşlı kişi kimi oynayır. Onun da qabağında həyat yoldaşdır. 98 yaşı var. El oynayırlar 50 yaşlı adam kimi. Amma bizimkilər 60 yaşına çatanda bilir. Arada səni mənə urca edənin dədəsinin yoru belə-belə olsun. Niyedir? Çünkü özü sevmədi, özü almadı. Özü qərar çıxarda bilmir. Bəli. Yok çatışmır. Problemdir bu. Bu problemdir, bu həqiqətdir. Bilirsiniz, mən o dövr, yəni deyirəm, siz Gədə bəyin kəndindən çıxan bir adam da, deyək ki, özü kəndin şəraitindən danışdınız. Deməli, Sovet dövründə bu imkan yaradılırdı ki, siz təhsil ala bilirdiniz və gəlib həkimliyi oxuyub həkim olmuşsunuz. Yaradırdılar ki, deməli, 1-ci sinifdən 4-cü sinifə kimi öz kəndimizdə oxumuşuq. Özü məktəbdə olmayıb. Ayrı-ayrı adamların iki evi olub, iki otağı. Birləşdirilər olub məktəb. Yox, birləşdirməyiblər. Onun bir otağını biri burada, biri o dağda, biri bu dağda. Oraya bir dəqiqə girişkən müəllim olmuyor. Mənim direktorum vardır, Rəhimov Qələndər. Allah rəhmət eləsin. Ona bir müəllim girişə bilməzdi dərsə. Bəli. Çox təhsili yüksək verildi. 4-cü sinifdən sonra 1 kilometr getdim. Bunu məktəbi saldılar Qaraməmmədliyə, ayrı kəndə. 5, 6, 7. Qutardın mı 3 ildə orada? 1 kilometr. Amma 3, 8, 9, 10. 10-cu sinif idi onda. Gedirdik 4 kilometr Böyük Qaramız. Kəsəməndən Böyük Qaramızda 4 kilometr yol var. Yolda da bir çay var. O çayın da üstündə körpü yox idi. Onun üstündə addamaçda burada bir daş var. Ayağını buraya qoysa o da qışda da Nə zülümlər olub.